Yani bilirsiniz, tarix boyu Rusiya siyasətində heç bir qırmızı xətt, xarici siyasətində heç bir qırmızı xətt olmayıbdı. İranın da həmçinin. Bayaq mən çıxışımızın əvvəlində dedim, nə yazıq ki biz bunlarla qonşuyuq. Amma bizim baxışlarımız dövlətlərlə, yaxın, uzaq dövlətlərlə, regional ölkələrlə əməkdaşlıq etmək, qarşılıqlı faydalar götürmək, qarşılıqlı münasibətlər qurmaq, qarşılıqlı hörmətə, qarşılıqlı sevgiyə əsaslanan tərəfdaşlıq eləmək. Amma biz nə görürük? Niyə görə bizə yuxarıdan aşağıya baxırsınız? Siz nə çarəsiniz, bax. Bu dünyada, bu həyatda, bu cahanda nə qazanmışsınız ki, siz bizə yuxarıdan aşağı. Sayınız çoxdur, gücünüz böyükdür, güclə ölçülmür. Dünya dəyişir. Dünya dəyişib, dünya başqalaşıb da, tamamilə başqalaşıb və başqalaşır. Dünya yenidən format olur. Dünyanın düzəni yenidən dəyişir. Yeni bir düzen qururuq bugün. Qurulur dünyada. Amma siz 16-cı əsrin feodal təfəkküründən qopa bilmirsiniz ki, bəli, bunlar bizim müstəmləkəmiz olublar, bunlar bizim təsirimizdə olublar, bugün də olmalıdırlar. Bizi niyə sevmirlər? Bizdən nəyi qəbul edə bilmirlər? Nəyimiz bunların xoşuna gəlmir ki, bizə qarşı belə çirkin oyunlar oynayırlar. Həm cənubdan, həm şimaldan. Bilirsiniz də o dini xətlə cənubdan və müxtəlif eybəcər xətlərlə də 5-ci kolon vasitəsilə Rusiyadan. Nədir sevilməyən, nədir qəbul edilməyən? Azərbaycan müstəqil davranır. Yəni bunlar həzm edə bilmirlər ki, 10 milyonluq Azərbaycan dünya siyasət meydanında müstəqil davranır. Bunlar bunu həzm edə bilmirlər ki, 10 milyonluq Azərbaycan bugün dünyanın iki gücünün ikisini də özünü strateji tərəfdaşa çeviribdir. Amerikanı da, Çini də. Yəni əslində mən verilişlərin birində də demişim, qoy burada sizin də efirdə təkrarlayayım bunu. Bizim boyumuz, yəni əhalimizin sayı, ərazimiz və lap belə ümumi daxili məhsulumuz hansı göstəricimizdirsə, o nə Çinlə, nə Amerika ilə heç bir tərəzinin gözünə qoyulası deyil, amma biz bu nəhəngləri özümüzə tərəfdaş etdik, strateji tərəfdaş etdik və bax, həzm olunmayan budur. Həzm olunmayan budur. Və Azərbaycanın bugün regionda açar dövlətə çevrilməsi, Azərbaycanın razılığı olmadan bu regionda hər hansı bir transmilli bir layihəni reallaşdırmaq mümkün deyil. Bu regionda hər hansı bir prinsipal məsələ, regional bir məsələnin həlli mümkün deyil. Azərbaycanın əli olması orada, Azərbaycanın razılığı olması. Bu mümkün deyil. Azərbaycan bunu qazandı. Bugün Azərbaycanın iqtisadi müstəviyə çevrim, Azərbaycanın tək dövlətinin büdcəsi bizim qonşu iki dövlətin həm büdcəsinin, həm də valyuta rezervlərinin həcmi qədərdir. Mən elə bir 80 milyardlıq bizim valyuta rezervlərimizi bir kənara qoyuram. Yəni bunlar bir tərəzidə ölçüləcək güclər deyil. Ona görə Azərbaycan bu regionun açar dövlətidir, söz sahibidir. Bax, bu həzm olunmur. Və bilirsiniz, dünya siyasət meydanında bizim prezidentə elə bir Amerika Birləşmiş Ştatlarına da keçirilən 8 avqustda keçirilən, ondan sonra keçirilən görüşlərdə Davosda bir prezidenti, Ukrayna prezidentinin mütləqdir ki, harada olsa onu qəbul edirlər. Ukrayna prezidentindən dolayı bir prezident qəbul olundu. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump tərəfindən. O da biz Azərbaycan prezidenti oldu. Bu bir şey nədir? Bu elə belə sıradan bir məsələ deyil. Bu göstəricidir, bu münasibətdir. Dünyanın iqtisadiyyatının 4-dən birinə sahib olan bir dövlətin münasibətidir. Bir dövlətin başçısının münasibətidir. Yəni bax, bütün bunlar həzm olunmur. Bunlar həzm olunmur və o həzm olunmadıqca da bizə qarşı aqresiya görürük və bu aqresiya ilə nəyəsə nail olmaq istəyir.